Salam. Bugün sizə pencər bişirirəm. Pencər əsasən Gədəbəy rayonunda daha çox istifadə olunur. Burada soğancanı eləyirik. Desəz ki, pencər nədir? Bəzi tərəflərdə yalotu deyirlər, bəzi yerdə qırxboğum deyirlər. Biz tərəfdən çox pencər deyilir. Burada yağ soğan eləyirəm. Soğanı xırda-xırda doğradım. Burada kek otumuz var. Bunu da pencərə vuracağım birazdan. Sonra biraz göyərtimiz var. Keşnişü, tərəsindən 2 dəstə. O daha çox dad verir. Soğancamız biraz hazır olanda düyünü tökürük. Yumru düyür. Hardasa 1 ovuc qədər. 1 ovuc qədər. Burada pencəri soğanın üstə tökdüm. Koydum düşməyə. Bişir. Sonra bişəndən sonra biraz keçəndən sonra göyərtini tökdüm. Kek otunu tökdüm. Və bu da pencərin son halı. Nuş olsun.